Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər, hamınızı salamlayıram. Gözəl qardaşlar, hamınızdan bir xahişim var, bu videonu sona qədər izləyin. Çox danışmayacağım, qısa danışacağım, maksimum 3 dəqiqə. Bilirsiniz, bizim bugün üstümüzə müəyyən bir toplum düşüb. Bizi bugün bu xeyri əməlimizdən, bu gördüyümüz bu qədər yaxşı işlərimizə kölgə gətirmək niyyəti ilə. Bugün mən sizlərin hər birinizdən mənim yanımda olmağı, mənim və bizim bir yerdə bu qədər gördüyümüz işlərin ayaq altına atılmasını və bu qədər gözdən salınmasını istəmirsinizsə, hər biriniz xahiş edirəm. Bu işdə bizə mənəvi, maddi dəstək olun. Cəsarətin evində bugün də işlərimiz gedir, santexnik işləri gedir. Bax, bu gözəllik, bu qədər əziyyət hamısı sizin əziyyətinizdir, bizim əziyyətimizdir. Bugün hansısa bir toplum bu əziyyəti heçə sayır. Bugün hansısa toplum bu qədər görülən işləri, 26 tikilən evi heç sayır. Sanki bizi və bizim komandamızı əzməyə çalışırlar və buna özlərinə haqq qazandırırlar ki, biz erişənin, nəinki erişənin arxasında duran hər bir kəsi biz əzə bilərik. Gəlin buna yol verməyək. Gəlin biz də öz mədəniyyətimizlə, öz kişiliyimizlə, öz mərifətimizlə bax, buna cavab verəyin. Əlimizdən gələn köməyi, əlimizdən gələn yardımlarımızı bu işdə göstərəyin. Bir neçə dəqiqədən sonra canlı efirdə olacağım. Bax, bu ünvanda, bu qapıda. Gəlin bir yerdə əlimizdən gələn köməyə göstərəyin. Xahiş edirəm sizin hər birinizdən. Qardaşlar, mən istəmirəm bu qədər çəkdiyimiz əziyyət bugün hansısa bir toplum tərəfdən ayaq altına atılsın. Bugün istəmirəm ki, milyonlarla edilən yardımlar bugün urvatdan düşsün. Bugün onlar məni gücsüz sanırlar. Bugün onlar məni tək, arxasız bilib üstümə gəlirlər. Amma onlar unutmasın ki, biz o insanlara onların səviyyəsində, onların tərzində cavab verməyəcəyik. Biz öz işimizlə, biz öz mərhəmətli, gözəl, xeyriyə əməlimizlə o insanlara cavab verəcəyik. Gördüyümüz işlərlə hamınızı, hər birinizi bax, bugünkü bu canlıda elə indidən cəsarətə yardım etməyi, kömək etməyi xahiş edirəm. Axşama qədər buradayam, canlı efirdəyəm. Kimin nəyə imkanı çatır, Allaha xatir yardım göstərsin.